Dünyadakı istilər sadəcə iqlim yox, həm də sağlamlıq problemidir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi açıqlama verib. Bu və digər səhiyyə ilə bağlı xəbərlərimizi bilmək üçün sona qədər bizə baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanışılıq. Səhiyyə Qurumu nikotin paketlərə 5 illik icazə verdi. Siqaretdən daha az zərərlidir. Həddindən artıq isti hava sağlamlıq böhranı kimi qiymətləndirilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı. İtlə eyni yataqda yatmaq olarmı? Həkimdən vacib açıqlama. İqlim dəyişikliyi dünya çempionatının gedişinə maneə yaradır. Ekstremal istilər nəticələrə təsir edəcək. Anestezioloq reanimatoloqlar dəyirmi masa ətrafında toplandı. Elmi yanaşmalar və klinik təcrübə müzakirə olundu. Anestezioloq reanimatoloqlar dəyirmi masa ətrafına toplandı. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Elmi Təcrübə və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı B. Brown Sharing Expertise şirkətinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında fərdiləşdirilmiş infuzion terapiya, optimal və balanslaşdırılmış yanaşma mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın məqsədi infuzion terapiya sahəsində müasir elmi yanaşmaların və beynəlxalq klinik tövsiyələrin müzakirəsi, fərdiləşdirilmiş maye müalicəsinin prinsiplərinin təbliği, tibb mütəxəssislərinin nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi, həmçinin bu sahədə qabaqcıl təcrübənin paylaşılması olub. Dəyirmi masada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Dosent İsmail Əfəndiyev iştirakçıları salamlayaraq, belə elmi praktik tədbirlərin həkimlərin peşəkar inkişafına, müasir müalicə yanaşmalarının tətbiqinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Bugünkü tədbir artıq ənənəvi olaraq B. Brown şirkəti ilə əməkdaşlıq çərçivəsində aparılır. Özüm bir toksikoloq olaraq deyə bilərəm ki, infuzion terapiyanın xəstənin sağalmasının əsas məsələlərdən biridir ki, qanda olan zəhərlənmənin və ya turşu qələvi elektrolit mübadilinin pozulması nəticəsində yaranan patoloji vəziyyətlərin müalicəsində infuzion terapiyanın xüsusi özünə məxsus rolu var. Nəzərə alsaq ki, bazarda çox müxtəlif preparatlar var və onların da təsiri hamısını həkimləri tərəfindən öyrənilməlidir. Belə dayanmasa buna sözsüz öz töhfəni verəcək. Çünki müasir preparatlarının da hospitalda istifadəsinin praktikanın deməli bölüşdürülməsi, öz fikirlərinin söyülməsi və eyni zamanda dünya aparıcı firmaların gətirdiyi məhsulların düzgün istifadə eləməsi kimi məsələlər müzakirə olunur. Sözsüz də nəticədə xəstələrin müalicəsi keyfiyyəti artır və onların sağalmalarının da sayı daha çox, faizi daha çox olur. Dəyirmi masada məruzə ilə çıxış edən Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının anesteziologiya, reanimatologiya və intensiv terapiya kafedrasının assistenti Namaz İbrahimov balanslaşdırılmış kristalloid məhlullarının klinik üstünlükləri, infuzion terapiyanın düzgün planlaşdırılması, hemodinamik göstəricilər əsasında qərar vermə prinsipləri, artıq və ya qeyri-kafi maye yüklənməsinin mümkün fəsadları, həmçinin perioperativ və intensiv terapiya dövründə optimal maye idarə etməsi barədə ətraflı məlumat təqdim edib. Bugünkü bizim dəyirmi masamız reanimasiya və intensiv terapiyada olan xəstələr üçün istifadə etdiyimiz infuzion məhlullar haqqındadır. Bildiyimiz kimi reanimasiya və intensiv terapiyada yatan xəstələrin bir çox sayılı yanaşı problemləri var, əsas xəstəlikləri var ki və bunların hər birinin fərdiləşmiş bir yanaşma olmalıdır. Çünki istifadə etdiyimiz məhlulların da tərkib hissəsi tam fərqlidir, hər birinin müsbət və mənfi cəhətləri var və bundan irəli gələrək bir standart dediyimiz yox, hər bir xəstəyə individual yanaşma olmalıdır ki, bunun üzərindən də həm kristalloid, həm balanslaşdırılmış məhlullar olsun, bunlara necə yanaşmalıyıq və fərdi yanaşma necə olmalıdır, bu haqda bir məruzə edəcəm və onun sonunda da ətraflı bir diskusiyamız olacaq. Çünki bugünkü yığışan həkimlərimiz də Respublikamızın aparıcı bir ixtisaslarıdır, bir çox özəl və dövlət xəstəxana nümayəndələridir ki, onların da fikri bizə vacibdir və sonuçda inanıram ki, bir yetkili bir fikrə gəlib düzgün yolu seçmiş olacaq. Tədbir müxtəlif tibb müəssisələrinin anestezioloq, reanimatoloq, ixtisaslı həkim və rezidentlərinin iştirakı ilə keçirilib. Bizim şöbəmiz, şöbə rəisimiz bizi təkcə deməli praktiki məsələlərə cəlb eləmir, həm də belə dəyirmi masalar, konfranslar cəlb eləyir. Düşünürəm ki, bugünkü konfransda da bizim gələcək belə deyək, təcrübələrimizdə, karyeramızda bizim üçün önəmli rol oynayacaq.
Dəyirmi masa iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun sədri Hans Kluge müsahibə verib və o bildirib ki, dünyadakı iqlim dəyişiklikləri, xüsusilə də Avropada 40 dərəcəyə qədər qalxan istilər həm də beynəlxalq sağlamlıq problemidir. Baxaq görək, bu fikrini nə ilə əsaslandırıb? Həddindən artıq isti hava sağlamlıq böhranı kimi qiymətləndirilməlidir. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klug Avropa ölkələrinin hökumətlərini ekstremal isti hava dalğalarını təkcə iqlim deyil, həm də ciddi sağlamlıq böhranı kimi qəbul etməyə çağırıb. Onun sözlərinə görə yüksək temperatur hər il minlərlə insanın həyatına son qoyur və xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, xroniki xəstələr, eləcə də açıq havada çalışanlar üçün böyük risk yaradır. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, istilərlə bağlı tədbirlər yalnız fövqəladə vəziyyət yarananda deyil, əvvəlcədən hazırlanmalı, erkən xəbərdarlıq sistemləri gücləndirilməli, səhiyyə mütəxəssisləri və şəhər infrastrukturu yüksək temperaturlara uyğunlaşmalıdır. Son günlər Avropanın bir sıra ölkələrində temperatur 40 dərəcəni keçib, istilərlə əlaqəli ölüm halları artıb və xəstəxanalara müraciətlərin sayı artıb. Mütəxəssislər xəbərdarlıq edib ki, iqlim dəyişikliyi səbəbindən belə isti hava dalğaları gələcəkdə daha tez və intensiv müşahidə olunacaq. Buna görə də hökumətlərdən əhalinin sağlamlığını qorumaq üçün uzunmüddətli tədbirlər planı hazırlamaları tələb olunub. İsti ölkələrdə yaşayan futbolçular daha yaxşı oynayacaqlar, nəinki soyuq ölkələrdən gələnlər. Bu barədə proqnozlar bir çox səhiyyə qurumları tərəfindən, səhiyyə mütəxəssisləri tərəfindən futbol proqnozlaşdırılarkən bildirilir. İstənilən halda futbolun bir saatda, digər ölkələrdə isə gecə vaxtlarında yayımlanması həm də kütləvi yuxusuzluq yayır. Bunu da diqqətdən qaçırmamalıyıq. Sosial şəbəkələrdən bizi izləyirsiniz, orada fikirlərinizi yazın. Həqiqətən də isti ölkədən gələn, isti havada daha yaxşı futbol oynayar. İqlim dəyişikliyi dünya çempionatının gedişinə maneə yaradır. Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatında yüksək temperatur oyunçular və azarkeşlər üçün ciddi problemə çevrilib. Məlumata görə aparılan təhlillər göstərir ki, bəzi stadionlarda müşahidə olunan ekstremal istilər futbolçuların fiziki hazırlığına, oyun tempi və nəticələrə təsir göstərə bilər. Mütəxəssislər bildirib ki, isti iqlimə öyrəşmiş komandalar bu şəraitdə daha asan uyğunlaşa bilsələr də, sərin iqlimdən gələn yığmalar üçün yüksək temperatur əlavə çətinlik yaradır. Bu səbəbdən hava şəraiti turnirin gedişinə təsir edən vacib amillərdən biri hesab olunur. Riskləri azaltmaq üçün bəzi stadionlarda kölgəli sahələr və soyutma məntəqələri yaradılıb. Azarkeşlərin suya çıxışı artırılıb, tibbi briqadaların sayı çoxaldılıb. FIFA isə oyunlar zamanı məcburi su fasilələrinin tətbiqini davam etdirir. Nikotin paketləri siqaretdən daha az zərərlidir. Bu açıqlamanı Amerika Qida və Dərman Administrasiyasından veriblər. Məsələ burasındadır ki, həmin bu yeni yaranan nikotin paketlərinin tərkibində tütün deyil də meyvə lifləri var və istənilən halda ictimai birliklər buna da etiraz eləyir və gənclərin onsuz da tərkibində tütün yoxdur deyib, məhz bu lifdən ibarət nikotinləri çəkməyə meyilləndirməkdə ittiham edir. Qida və Dərman Administrasiyasını. İstənilən halda bu icazə hələ ki 5 illikdir deyə də administrasiyadan cavab gəlib. Səhiyyə qurumu nikotin paketlərə 5 illik icazə verdi. Amerika Birləşmiş Ştatlarının Qida və Dərman Administrasiyası ilk dəfə olaraq Zayn markalı nikotin paketlərinin siqaretlə müqayisədə daha az zərərli olduğu barədə marketinq iddialarını icazə verib. Qərar 20 müxtəlif Zayn məhsuluna şamil edilir və yalnız konkret məhsullar üçün keçərlidir. Qida və Dərman Administrasiyasının açıqlamasına görə siqaretdən tamamilə imtina edərək Zayn nikotin paketlərinə keçən böyüklərdə ağız və ağciyər xərçəngi, ürək xəstəlikləri, insult, xroniki bronxit və emfizema kimi siqaretlə əlaqəli xəstəliklərin riski azalır. Qurum vurğulayır ki, bu məhsullar təhlükəsiz hesab edilmir və nikotin istifadə etməyən şəxslərin onlardan istifadəyə başlaması tövsiyə olunmur. Bununla yanaşı qərar müzakirələrə də səbəb olub. İctimai sağlamlıq müdafiəçiləri hesab edir ki, bu cür məhsulların daha az zərərli kimi təqdim edilməsi xüsusilə gənclər arasında nikotin istifadəsini təşviq edə bilər. FDA isə
isə şirkətdən məhsulların bazardakı təsirini, xüsusilə yeniyetmələr arasında istifadəsini izləməsini tələb edib və icazənin 5 il müddətinə verildiyini bildirib. Qeyd edək ki, Zayn tütün yarpağı əvəzinə bitki lifləri, nikotin tozu və müxtəlif ətirləndiricilərdən ibarətdir. Ev heyvanı saxlayanlar, xüsusilə də evində iti olanlar bu xəbəri diqqətlə izləyin. Alimlər itlə gecə yatmağın fəsadlarını açıqlayıblar. Baxaq görək nədir, nələrə diqqət etmək lazımdır. İtlə eyni yataqda yatmaq olarmı? Mütəxəssislər bildirir ki, sağlam və baxımlı itlə eyni yataqda yatmaq əksər insanlar üçün ciddi təhlükə yaratmasa da, bu vərdiş hər kəs üçün uyğun deyil. Allergoloqların sözlərinə görə heyvanın tükləri deyil, əsasən tüpürcəyi, dəri hissəcikləri və piy vəzlərinin ifrazı allergik reaksiyalara səbəb olur. Buna görə də itə qarşı allergiyası olan şəxslərə ev heyvanı ilə eyni yataqda yatmaq tövsiyə edilmir. Mütəxəssislər vurğulayır ki, it mütəmadi peyvənd olunmalı, parazitlərə qarşı müalicə edilməli və gəzintidən sonra gigiyena qaydalarına əməl olunmalıdır. Əks halda infeksiya və parazitlərin ötürülməsi riski arta bilər. Bundan əlavə ev heyvanlarının gecə hərəkət etməsi və ya səs salması yuxu keyfiyyətini də poza bilər. Həkimlər qeyd edir ki, səhərlər burun tutulması, asqırma, göz yaşarması və ya öskürək kimi əlamətlər müşahidə olunarsa, bir müddət itlə eyni yataqda yatmamaq və simptomların dəyişib-dəyişmədiyini izləmək məqsədə uyğundur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.